Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Mən Dövlət Gömrük Komitəsinin əməkdaşı Həmid Əmzəyev bu gün sizə rəqəmsal gömrük dəyəri sistemi layihəsi haqqında ətraflı məlumat verəcəyim. Təqdimata keçid etmədən öncə bildirmək istərəm ki, mövzuyla bağlı hər hansı bir sualınız yarandığı təqdirdə suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz. Təqdimat başa çatdıqdan sonra bütün suallarınız ən qısa müddətdə aidiyyatı üzrə cavablandırılacaq. İndi isə keçid edək təqdimatımıza. İlk olaraq sizə təqdimatın strukturu haqqında məlumat vermək istərdim. Təqdimatın strukturu gömrük dəyəri üzrə qanunvericilik əsasları, rəqəmsallaşma üzrə yeni kompleks həllər, sənəd emalının intellektual sistemi və rəqəmsal gömrük dəyəri sistemi hissələrindən ibarətdir. Gömrük dəyəri üzrə qanunvericilik əsasları 1994-cü ilin Tariflər və Ticarət üzrə baş sazişin 7-ci maddəsindən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, gömrük tarifi haqqında Azərbaycan Respublikasının qanunundan, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarından və Dövlət Gömrük Komitəsinin sərəncamı ilə təsdiq edilmiş gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikasından ibarətdir. Ötən illərdə Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən gömrük biznes forumlarında qarşıda duran rəqəmsallaşdırma hədəflərindən bəhs etmişdik. Beynəlxalq standartlar əsasında gömrük dəyərinin müəyyən edilməsini və bəyannamələrin təqdim edilmə prosesində öhdəliklər üzrə rəqəmsal həllərin hazırlanmasını qarşımıza hədəf qoymuşduq. Səsləndirilən hədəflərə nail olmaq, həmçinin rəsmiləşdirmə prosesində vahid yanaşmanın təmin edilməsi məqsədi ilə iki rəqəmsal sistem, sənəd emalının intellektual sistemi və rəqəmsal gömrük dəyəri sistemi yaradılmışdır. Bu iki sistemin bir-birinin tamamlanması məqsədi ilə müstəqil fəaliyyət göstərən məlumatların və sənədlərin rəqəmsal alqoritmik yoxlama modulu, malların fiziki, texniki və ticarət göstəricilərinin rəqəmsal modulu və gömrük dəyəri üsulunun müəyyən edilməsinin rəqəmsal modulu hazırlanmışdır. Hər iki sistemin rəqəmsal ünsiyyət standartlarını təmin edən uyğunsuzluq bildirişi və gömrük dəyərinin düzəliş bildirişi rəqəmsal alətlərinin tətbiqinə başlanılmışdır. Yeni yaradılmış sənəd emalının intellektual sistemi proseslərin intellektual avtomatlaşdırılmasını, sənəd sinifləşdirilməsini, uyğunluğun təmin edilməsini, yüksək dəqiqlikli avtomatlaşdırılmış məlumat çıxarışını ölçülə bilən, çevik və davamlı şəkildə təmin edir. Cari il ərzində tətbiqinə başlanılmış rəqəmsal gömrük dəyəri sistemi üsulların tətbiqi ardıcıllığına riayət edilməsinin avtomatlaşdırılmasını, malların alışı və satışı zamanı xərclərin təfsilatının müəyyən edilməsini, əmtələrin özünə məxsus göstəricilərinin dəyərləndirilmə proseslərində istifadə olunmasını, endirim, royalty və sair ticarət alətlərinin gömrük dəyərləndirilməsi mexanizmlərinə tətbiqini və unikal, köhnəlmiş və bu növ digər malların dəyərləndirilməsi üzrə beynəlxalq yanaşmanın tətbiqini təmin edir. Gömrük dəyərinin müəyyən edilməsində ən vacib mərhələ olan üsulun təyin edilməsini təmin edən rəqəmsal modulun işləmə prinsipini təqdim edirik. Gömrük dəyərinin müəyyən edilməsi üsulunun mexanizmi və üsulların tətbiqində ardıcıllığın qorunması üçün əsas standartlar müəyyən edilmişdir. Xüsusi alqoritmlər ardıcıllığın qorunmaqla üsulun növünü təyin etdikdən sonra dəyər həcminin müəyyən edilməsi artıq riyazi hesablamalara çevrilir. İndi isə üsullar üzrə dəyər həcminin formalaşdırma mənbələri və istinadları ilə tanış ola bilərsiniz. Birinci, malların gömrük dəyərinin sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulunda gömrük dəyəri ixalçının kommersiya və sövdələşmə sənədlərində əks etdirilən göstəricilər əsaslanmaqla müəyyən edilir. İkinci, üçüncü və dördüncü, yəni eyni və eyni cinsli malların sövdələşmə qiyməti, həmçinin çıxılmış dəyər üsullarında gömrük dəyəri Dövlət Gömrük Komitəsinin və digər dövlət qurumlarının daxili məlumat bazasında mövcud olan göstəricilərə əsaslanmaqla müəyyən edilir. 5-ci, toplanmış dəyər və 6-cı ehtiyat üsullarında
Gömrük dəyəri xarici istinadlara və beynəlxalq səviyyədə etibarlılığı qəbul edilmiş məlumat mənbələrin göstəricilərinə əsaslanmaqla müəyyən edilir. Rəqəmsal həllərin tətbiqi özündə gömrük bəyannaməsinin və ona əlavə edilmiş sənədlərin emal proseslərinə ehtiva edir. Bununla əlaqədar olaraq sənəd emalının intellektual sistemi, malların fiziki, texniki və ticarət göstəricilərin düzgün bəyan edilməsinin yoxlanılması, təqdim edilmiş göstəricilər üzrə çarpaz məntiqi alqoritmlərin köməyi ilə uyğunluğun təmin edilməsi və gömrük dəyəri müəyyən edilməsi üsulunun dəqiqləşdirilməsi mərhələsindən ibarətdir. Gömrük bəyannaməsinin emal mərhələləri bəyan edilmiş malların sahibkarın sərəncama verilməsi və rəsmiləşdirmə proseslərinin bitməsi ilə nəticələnir. Mallar gömrük dəyərinin düzəlişlərin edilməsi zərurəti yarandıqda bəyannaməçiyə müvafiq düzəlişlər edilməsi üçün bildiriş təqdim edilir. Təcrübə göstərir ki, təqdim edilən gömrük bəyannamələrin təqribən 5%-nə gömrük dəyərinə düzəliş edilməsi üçün bildiriş verilir. İndi isə, hörmətli izləyicilər, yeni tətbiq edilən rəqəmsal sistemlərin işləmə prinsipini nümunə üzərindən nümayiş etdirmək istərdim. Bəyannaməçi tərəfindən təqdim edilmiş sənədlərə əsasən bəyan edilmiş dəyərin birja göstəricilərindən ciddi fərqlənməsi, alıcı və satıcının əlaqəli şəxslər olması, malların gömrük dəyərinin yalnız alış qiymətini əhatə etməsi, sözləşmə qiyməti üsulunun şərtlərinə uyğun gəlmədiyindən qanunvericiliyin tələblərinə əsasən gömrük dəyərinin müəyyən edilməsi artıq ikinci, yəni eyni malların sözləşmə qiyməti üsulu çərçivəsində baxılır. Sistem ikinci üsulun tətbiqi üçün Dövlət Gömrük Komitəsinin daxili məlumat bazasında əks olunan eyni istehsalçının eyni malların idxal əməliyyatlarının olmadığı müəyyən edir. Beləliklə, sistem avtomatik üçüncü üsula keçid edir. Eyni cinsli malların sözləşmə qiyməti üsulunun tətbiqi zamanı eyni mənşə, fərqli istehsalçı, eyni kommersiya şərti və miqdar üzrə sorğunun uğurlu nəticəsini sistem tərəfindən əldə etdiyini görürük. Bununla da rəqəmsal modul bu nümunədə bəyan edilən malların şərti ölçü vahidi üçün 462 ABŞ dolları ekvivalentində gömrük dəyərinin həcmini təyin edir. Bununla da rəqəmsal gömrük dəyəri sistemin istifadəsinin innovativ dəyişikliklərə yol açdığını şahidi oluruq. Rəqəmsal gömrük dəyəri sisteminin tətbiqi nəticəsində əgər əvvəlki vəziyyətdə gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məlumatlıq səviyyəsinin kifayət qədər olmaması səbəbindən sahibkarlar öz gəlir və xərclərinin proqnozlaşdırılması zamanı çətinliklər yaşardısa, hazırki vəziyyətdə artıq bəyannamə gömrük orqanlarına təqdim olunanadək məlumatların rəqəmsal emalı aparılaraq əsaslandırılmış istinad məlumatları təqdim edilir. Buna qədər gömrük dəyərinin düzgünlüyü yoxlanılması prosesi vahid yanaşma standartları olmadan uzun müddət alırdısa, artıq intellektual həllər əsasında üsulların ardıcıl tətbiqi təmin edilir və gömrük dəyəri sistemi tərəfindən qısa müddətdə müəyyən edilir. Beləliklə, hörmətli izləyicilər, sizə nümayiş etdirilən rəqəmsal alətlərin əsas üstünlüklərini diqqətinizə çatdırmaq istərdim. Bunlar, rəsmiləşdirmə prosesində şəffaflığın artırılması, gömrük rəsmiləşdirilməsi və yoxlama müddətinin azaldılması, məlumatların rəqəmsal emalı nəticəsində izafi xərclərə qənaət edilməsi və bürokratik inzibati mərhələlərin rəqəmsal həllər nəticəsində aradan qaldırılmasıdır. Hörmətli izləyicilər, bir daha xatırlatmaq istərdim ki, mövzuyla bağlı hər hansı bir sualınız yarandığı təqdirdə onları şərh bölməsində qeyd edə bilərsiniz. Bütün suallarınız ən qısa müddətdə aidiyyatı üzrə cavablandırılacaqdır. Təqdimatı dinlədiyiniz və diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun.